Bayram mübarek olsun. Allah'ım bayram mübarek. Bayram mübarek olsun. Bayram mübarek. Çok güzel. Hoş geldiniz. Hoş geldiniz. Sizinle hem sohbet olmak bizim için bir şeref. Hoş geldiniz. Mübarek olsun. Hoş geldiniz. Hoş geldiniz. Bayram. Siz de hoş gelmişsiniz. Ne var gelmişsiniz? Biz Mart ayının evvelinden buradayız. Artık yerleşmişsiniz. Yerleşmişik, çok güzel. İnan ki buranın həmişə arzumuzda olub. O dağların dalından biz bura həsrətlə baxmışıq. İndi hər şey gerçəkləyəcək. Allah sizden razı olsun ki bize bunu yaşattınız. Sağ olun. Bu güzel bayram gününde Ordumuzun sizi sizinle birlikte burada olmak benim için de çok hoştur. Xəsənriz kəndi qədim Azərbaycan kəndidir bilirsiniz. Bəli. Burada Azərbaycan xalqı əsrlər boyu yaşayıb. Hətta Çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə Xəsənrizin adı var. Xəsənriz. bəli. Sonra indi qanunsuz olaraq Dağlı Qarabağ Muxtar Vilayəti yaranandan sonra burada ermənilər məskunlaşdırıldı. Başqa yerlərdən gətirilərək və bunun adı da dəyişdirildi. Düzdür. İndi adını da bərpa elədik. Allah Tarixi ədaləti də bərpa elədik. ədalət də bərpa olundu. Azərbaycan xalqı da bura qayıdıb. İndi rahat, xoşbəxt yaşayacaq. Allah sizi korusun. Ailenizi sizi korusun. Sizin ve güçlü siyasetiniz sayesinde biz bu gün Kırım'da yaşadık. Bizi ata-baba yurduna qayıtmaq bizim üçün böyük səadət, eyni zamanda elimiz, obamız üçün yeni həyatın başlanğıcıdır. Dediyiniz kimi bu bölgələr bizim ulu babalarımızın vətəni olub. O cümlədən onu da qeyd edim ki, bizim əzəl və əbədi düşmənlərimiz bu bölgəni ki, işğal etmişdi, böyük güclər hesabına. Amma sizin komandanız altında Azərbaycan ordusu cəmi cümlətanın 23 sahada işğala son qoydu. Çox sağ olun. Ümumən Azərbaycan xalqının o cümlədən dövlətimizin gücünü dünya bəyan edəriz. Sağ olun. Biz tarixi ədaləti bərpa etməliydik. Beynəlxalq hüququ bərpa etməliydik və öz haqqımızı bərpa etməliydik. Ona görə 2-ci Vətən müharibəsindən keçən dövr ərzində 3 il ərzində biz gələcək planlarımız haqqında həm düşünürdük, həm çalışırdıq və əlbəttə ki, separatçıların hər hansı bir formada bu bölgədə qalmaları qeyri-mümkün idi. Biz burada məskunlaşdırılmış erməni əhalisinə o vaxt təklif eləmişdik. Gəlin, Azərbaycan bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul eləyin və burada sizə söz deyən olmayacaq. Bugün də Xankəndi şəhərində erməni əhalisi var. Onlara söz deyən yoxdur, əksinə. Bizim sosial işçilərimiz onlara qayğı göstərir. Bizim xalqımızın böyüklüyü bundan ibarətdir. Onlar isə bizi bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışlar, soyqırımı törətmişlər. Olmazın əzabları vermişlər Azərbaycan xalqına. Xalqımızın böyüklüyü bundadır. Və biz haqlı olan tərəfik. Həm işğal dövründə öz haqq səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik ki, bu bizim tarixi və hüquqi torpağımızdır. Həm 2-ci Qarabağ müharibəsi dövründə baxmayaraq ki, Ermənistan arxasında bir çox ölkələr dayanmışdır, bir çox qüvvələr dayanmışdır. Heç kim bizə əsaslı irad tuta bilməmişdir. Çünki biz beynəlxalq hüquq çərçivəsində öz torpağımızda müharibə aparırdıq. O cümlədən antiterror əməliyyatı zamanı cəmi bir neçə saat çəkən o əməliyyat o vaxt da bizə qarşı siyasi, ondan sonra digər hərəkətlər olsa da onların heç bir nəticəsi olmadı. Beynəlxalq təşkilatlarda Ermənistanın havadarları bizə qarşı sanksiyalar tətbiq etməyə çalışdılar. Bundan ayrıla bilməmişdilər. Digər addımlar, yəni Azərbaycana qarşı atmağa çalışırdılar. Haqq, ədalət bizim tərəfimizdədir. Və Xəsənrizin azad olunmasının təməli məhz 2-ci Qarabağ müharibəsi zamanı qoyulmuşdur. O vaxt
artıq Qarabağın böyük hissəsi işğalçılardan azad edilmişdir. İkinci Qarabağ müharibəsindən sonra bir neçə əməliyyat nəticəsində mövqelərimizi daha da yaxşılaşdırdıq ki, ən qısa müddət ərzində az itki verməklə bax, bütün qalan yerləri də biz nəzərə götürək və bugün Xəsənrizdə İlaxır Çərşənbə günündə görüşürük. Sizi bayram münasibətilə təbrik edirəm. Qarşıma gələn Ramazan bayramınızda təbrik edirəm. Bəli, Ramazan bayramı da gəlir, Novruz bayramı da gəlir. Bayrama gəlir. Gözəl bayram günündə, bayramlar ərəfəsində görüşmək sizinlə böyük Siz Ali Baş Komandan qələbəni təmin etdiniz. Bəli. Allah bizim şəhidlərimizə rəhmət eləsin. Amin Allah. Onların qanı, canı bahasına bu torpaqları biz Bu azad kənddən eləmişik. çıxanda o Mirov yolu nəzillətlərlə çıxan cəmaət indi toy bayramla qayıtdı. Bəli. Hamısı Bəli. o gözəl Ramazandır. nə cür qayıdış bura. Hamısı sevinçlə, hamı bura qayıtdı 34 ildən sonra. Bunlar O vaxt işğal dövründə Morov yolu ilə Mirov cəmaət yolu, bəli, Mirov yolu. Mən bizim evdə qoca qadın yanıb kravatda sümükləri qalmışdı. O cürə, o mənim nənəm. O cürə əziyyətlər 94 verir. yaşda. Vay. Zeynəb. Amma indi valla Allah O hamısına rəhmət. tərəf yəni artıq oradan keçmək mümkün deyildi, bağlanmışdı. Buralar hər yer bağlı Su idi. qovşan tərəfi də bağlanmışdı. Buralar bütün bağlı idi. Yalnız Mirov dağından Mirov. Kəlbəcər tərəfdən nə Buradan zülmlər. uzaq yoldur. Çox uzaq, piyada, bütün cəmaət Neçə nə kilometr zülmlər olur? var. Bir 40-50. 58 kilometr sərhədə gedərdi hələ. Amma indi şükür bu günə. Davulların izi burada sizin sayənizdə. Burada Ordunuzun evlər də sayəsində. bərpa edildi, yeni Çox evlər də tikiləcək. İndi birinci mərhələdə 163 ailə yerləşəcək Bəli, də. bəli. 163. 163. Cənab prezident, ümumiyyətlə 606 ev var burada. İlkin olaraq 92 evi təmin eləmişik. 50 ailə köçübdür artıq. Tədbirdə yəqin ayın sonuna 40 ailə də köçəcək. Ondan sonra da 192 evi 192 evi ilkin mərhələdə. Amma təklif eləyərdik bütün infrastruktur. Bütün hamısını. Bəli, bəli, hamısını siz təklif verin. Bəli. Onlar hamısını bərpa eləyək. Çünki burada mənə verilən məlumata görə həm Xəsənrizdə yaşamış insanlar artıq yerləşir. Ondan sonra Kəlbəcər rayonundan Artıq 360 nəfər siyahıya alınıbdır bura köçmək üçün. Bəli. bura çox gözəl, səfalı yerlərdir. Şuşa ilə bərabər yer. Bəli, bəli. Relyef də oxşuyur. Şuşadan üstünlüyə də ondadır ki, Sərsəng su anbarı da var. Orada da balıq tutmaq olar, gəlmək olar. İqlim baxımından Şuşadan geri qalmır bura. Dəniz səviyyəsindən 1100 metr. 1100 metr bu Şuşadakindən daha insan orqanizmi üçün sərfəlidir. Yerləri ilə bağlı nə işlər Təqribən burada 13 dənə, burada 13 böyük kənd olduğuna görə 13 dənə təsərrüfat subyekti, deməli obyektlərlə bağlı müraciətlər olur. Ondan başqa yaxın yerlərdə mən icazə istəyəcəm ki, icazə versəydiniz fermalar var. O fermaları icarəyə vermək. Əlbəttə, bir də ki, əkin sahələri verilməlidir. Bəli, əkin sahələri də Əkin biçinlə məşğul Heyvandarlıqla bizim Heyvandarlıq üçün bura ən yaxşı yerdir. ən güclü bizim bu sakinlər hamısı heyvandarlıqla. Cənab Prezident, əmin eləyim ki, bu adam bizim kənddə bu deyərdilər müxalifət. Bizim inansız bu kəndin cəmaatından bir adam biz fikirləşə bilirik kim müxalifətçi olur. Heç var. Hamı öz təsərrüfatı ilə dövlətin qulluğunda vallahi. İndi ola bilər belə o amma inanmıram, görməmişik.
eşitməmişik. Ancaq Olsa da bir problem yox, heç ümumiyyətlə yox. Onlara biz Əsas ki, dövlətə müxalifətdə olmasınlar, dövlətçiliyə. Biz ancaq bəzi dövlətçiliyin- özlərini müxalifətçi adlandıranlar Yox, ermənilərlə yox. birləşib Ümumiyyətcə bizə o gülüş dövlətə gəlir, qarşı. həqiqətən gülüş O gəlir. cümlədən 2-ci Qarabağ müharibəsi dövründə, antiterror əməliyyatı dövründə, indinin özündə gözü götürməməzlikdir. bu düşmənçilikdir dövlətə qarşı və əslində onlar xəyanətdir. Xəyanətdir. Ona görə burada yaxşı təsərrüfatlar qurulmalıdır. İndi bizim İqtisadiyyat Nazirliyi xətti ilə kredit xətləri açılmalıdır. Kim indi mal-qara saxlamaq istəyir, kim əkin Tamamilə işlə cənab məşğul prezident, olmaq məşğul istəyir. oluruq bunlardan. Su problemi burada olmamalıdır. Yox, problem Ha? yox. Yox, xeyr. Bulaqlar var, Gözəl suyu var, suyu. Hər qapıdan hər bir həyətdə su var. Krandan əl üzə çox gözəl Su, su. işıq, qaz, məktəb 500 İşıq nəfərlik var, qaz var, İnternet. su da var, internet, İstilik evlərdə, bütün istilik. təmir evlərinin hamısında istilik. Məktəb də Məktəb budur. 500 Bunu da fəaliyyətli təmir məktəb. eləmişik. Bəli, bəli. Xəstəxana Bağçamız da var. Qədər. Əlavə nə lazımdır? Deyin, əlavə. Allah sizin can sağlığınız. sizə çox Kimi rəhbərimiz var. Nə lazımdır sizdən başqa? Can sağlığınız başqa. Gurur duyduk her zaman. Hem sevinçler, hem sürurlar. Her zaman şehit aileler ve gazilerimize değer vermişsiniz. Allah sizi korusun. Cenab Bey. Bəli, burada bəlkə birlikdə şəkil çəkdirək. Görünsün. Rahat yaşayın, xoşbəxt yaşayın. 30 il əzab əziyyət içində yaşayın. Həm mənəvi əzab, həm də ki, qaçqın, köçkün kimi. O da o sözlə artıq yavaş-yavaş lüğətimizdə. Yemək, gülmək, saat çalay. Ulu Öndər Heydər Əliyev vaxtı ilə deyirdik ki, Azərbaycan cəmiyyəti lazım gələrsə istənilən çətinliyə tab gətirməyi bacarmalıdır. Məhz müstəqillik, azadlıq, güclü dövlət naminə. Biz qələbə əldə etdikdə bir daha əmin olduq ki, Ulu Öndər nə qədər gözəl qiymətli şeylər söyləmişdir. Ömrünüz şad olsun. O vaxt Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan tam məhv ola bilər. 93-cü ilə qədər gedən proseslər onu gətirib çıxarır. Həm torpaqların işğaldan düşməsi, həm daxili çəkişmələr, vətəndaş müharibəsi. Bunların qarşısını Ulu Öndər almışdı və nizami ordu quruculuğu da onun adı ilə bağlıdır. Onun adı ilə bağlı. Biz onun davamçıları sadəcə olaraq onun yolu ilə gedərək ölkəmizi daha da gücləndirdik. Bütün gücümüzü səfərbər etdik. Dəmir yumruğu yaratdıq. Düşmənin başını əydik. Şimdi belə bayramları burada qeyd edirik.
Bundan böyük Gözəl xoşbəxtlik ola bilməz. Böyük xoşbəxtlik. Bir daha təbrik edirəm sizi. Sağ olun. Bayram. Çok sağ olun, minnettarım. Bir daha. Bir daha bayram. Затем глава государства и первая леди побывали на площади флага в селе Гасан-Рис. Здесь наш трехцветный флаг развивается на флагштоке высотой 17 метров. Местоположение площади флага было выбрано так, чтобы с нее открывался прекрасный вид на село Гасан-Рис, а также другие села.